Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nəriman rayonundan salamlayırıq sizi. Gənclik metrosuna yaxın ərazidir bura. Piyada bir 10 dəqiqəlik məsafədə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin yanında yeni tikili 18 mərtəbəli binanın 4-cü mərtəbəsində 65 kvadrat ölçülü bir otaqdan 2 otağa düzəlmə bir mənzil təqdim edirik. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağda belə bir gömmə qarcırıb, demək olar tam bu ölçüdə yığılıb. Bir sanuzeli var, o da gördüyünüz bu geniş ölçülü sanuzeldir. Böyük ölçülü bir duş kabinisi ayrılıb. Tam aksesuar yerləşimi edilmiş sanuzeldir. Divarçı ünitaz və böyük ölçülü bir moydadır. Su şokaya qədər hər şey tam olaraq yerləşdirilmiş vəziyyətdədir sanuzeldə. 2 otağa düzəlmə məhz mətbəxin xol hissədə yığılması ilə əldə edilib. Belə bir böyük ölçülü bir mətbəx mebeli yığılıb, tam boy ölçüdə yığılıb. Çox saylı saxlanış yerləri var, kifayət qədər geniş ölçülü mətbəxdir. Sobası, qaz peçi, LG markalı bir paltaryan və xaladenik yerləşimini, soyuducu yerləşimini isə burada eləyib ev sahibi. Kifayət qədər rahat bir yerləşmə əldə edilib. Burada yataq otağı yerləşir. Olduqca böyük ölçülü bir qonaq otağı var, oranı da təqdim edəcəm. Yataq otağında görürsünüz, tam əşya planlaması edilib. Əşya yerləşimi də həyata keçirilib yataq otağında. Bu evdə çatışmayan sadəcə qonaq otağı dəstidir, oranı da təqdim edəcəm. Yataq otağına uyğun girişdən sağda gömmə bir qarcırıb mebeli tam boy yığılıb. Böyük ölçülü bir yataq dəsti yerləşdirilib. Tumaların üzəri daraq işləmələr və bura işıqlandırmalarla bəzədilib. Make-up yerləşiminə qədər hər şey həyata keçirilib. Bir balkonu var. O balkona da yataq otağından daxil ola bilirsiniz. Texniki balkonda həm də kombi sistemi, kollektor sistemi və kifayət qədər geniş ölçülü bir balkondur. Qarşısı açıq, gün düşən bir mənzildir. İndi isə qonaq otağını təqdim edək sizə. Qonaq otağı bəzi 3 otaqlı mənzillərin qonaq otağının genişliyindədir. Görürsünüz genişliyini. Və burada da yenə əşya planlaması edilib. Belə bir twistent yığılıb. Olduqca zövqlü yaraşır bura. Və pəncərə önünə yemək masası 6 nəfərlik, hətta 8 nəfərlik rahatlıqla eninə yerləşmədə əldə edə bilirsiniz. Akus markalı kondisioner. Yumuşaq mebel dəstinizi istənilən üsluba uyğun böyük ölçüdə rahat yerləşdirə bilirsiniz. Və belə mənzil demək olar ki, tam olaraq mənzili təqdim etməyə çalışdım sizə. 65 kvadrat ölçü, 18 mərtəbəli binanın 4-cü mərtəbəsi. Bina yeni verilib istifadəyə. Köhnə bloklar 3 blok çıxarışlıdır. Burada isə hələ çıxarış yoxdur. Yaxın günlərdə veriləcək. Sənəd hələ ki müqavilə və maliyyə araşdır. Və start olaraq tam əşyalı gördüyünüz kimi sadəcə qonaq otağı dəsti xaric. Əşyalı qiyməti 227 min manatdır. Bir gün belə yaşayış olmayıb. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklam boş.